Om Namo Bhagavate Vasudevaya. Bhagavad Gita fəsil 18, mətn 33, 34, 33-34, ikisi bir yerdə. Fəslin adı mükəmməl tərki dünyalıq və yaxud qurtuluş yolu. Sanskrit dilində isə moksha yoga. Xoş gördük Bhagavad Gita'nın dəyərli dinləyicilərim. 33-34 deməli fəsilin bu hissəsində Krishna nə edir? Müxtəlif tərki dünyanın müxtəlif elementlərinin 3 qunada izah edir, 3 qunada məsələlər 3 qunada izah olunmasında məqsəd bizim özümüzün üzərimizə düşən məsuliyyəti hiss eləməkdir. Yəni seçim azadlığımızdan düzgün istifadə eləmək, müstəqillimizdən düzgün istifadə eləmək. Deməli, indi oxuyacağıq qətiyyətin 3 qunada. 3 qunada olan qətiyyət. Решимость, русunda deyirlər, решимость. Krishna 29-cu mətndə dedi ki, ey sərvətlər istilaçısı Arjuna, indi maddi təbiətin 3 qunasına müvafiq olan dərrəcə və qətiyyət növlərinin müfəssəl izahını deyirlər. 30, 31, 32-də 3 qunada dərrəcəni Krishna izah elədi. Xeyirxahlıq qunasında dərrəcə, ehtiras və cəhalət qunalarında dərrəcə. İndi də 3 qunada qətiyyəti izah edir. Xeyirxahlıq qunasında qətiyyət, ehtiras və cəhalət qunalarında qətiyyət. 33-34 xeyirxahlıq və ehtiras qunalarında qətiyyət deməkdir. 35-də də cəhalətdə olan oxuyacağım. Mən sanskrit beytləri belədir. Drityayaya dharayati manaha pranendriya kriyaha yogena vyabhicharinyam Driti sa partha satviki, driti sa partha chatviki. Yayatu dharma kamarthan, dritya dharayat arjuna, prasangena bhalagankshi, Driti sa partha rajasi. Beytlərin Azərbaycanda tərcüməsi. Ey Prithanın oğlu, yəni Arjuna, daim yoga praktikası ilə möhkəmləndirilən və beləliklə ağlın, həyatın və hisslərin fəaliyyətini nəzarət altında saxlayan sarsılmaz qətiyyət xeyirxahlıq qunasındadır. İnsanı dinin, iqtisadi inkişafın və hissi həzlərin bəhrələrinə sövq edən qətiyyət ehtiraslı qunasındadır. Ey Arjuna! Deməli, ey Prithanın oğlu, daim yoga praktikası ilə möhkəmləndirilən və beləliklə ağlın, həyatın və hisslərin fəaliyyətini nəzarət altında saxlayan sarsılmaz qətiyyət xeyirxahlıq qunasındadır. İnsanı dinin, iqtisadi inkişafın və hissi həzlərin bəhrələrinə sövq edən qətiyyət ehtiras qunasındadır, ey Arjuna. İzahı. Bhaktivedanta Swami Srila Prabhupāda'nın izahı. Yoga ali canı dərk etmə vasitəsidir.
Fikrini səbat və qətiyyətlə ali canda cəmləşdirən, ağlını, həyatını və hisslərinin fəaliyyətini uca Tanrıya yönəldən şəxs Krishna şuurundadır. Belə qətiyyət xeyirxahlıq qonasındadır. Burada Avyavicharinya sözü çox vacibdir. Avyavicharinya sözü Azərbaycanca tərcümə olunur fasiləsiz. Bu söz vacib sözdür. O, Krishna şuurunda fəaliyyət göstərən insanın heç vaxt hər hansı başqa fəaliyyətə yayınmadığını göstərir. Daim dinin və iqtisadi fəaliyyətin bəhrələrinə can atan, hissi həzlərdən savayı arzusu olmayan, ağlını, həyatını və hisslərini bu şeylərə həsr etmiş insan isə etiraz konusundadır. Bu Bhaktivedanta Swami Srila Prabhupādanın hər iki beytə izahı idi. Deməli, burada Krishna qətiyyət deyilən bir məsələni üç qonada izah edir. Xeyirxahlıq qonasında qətiyyət və ehtiras qonasında qətiyyət. Qətiyyət bu təsadüf edir ki, Srila Prabhupada burada konkret bir cümlə burada deyir və o sözü ora sanskrit dilindəki sözü Avyavicharinya fasiləsiz. Deməli, Srila Prabhupada bu sözü vurğulayır ki, qətiyyət bu prosesdə davamiyyəti saxlamaq üçün tələb olunan keyfiyyətdir. Və digər prosesdə davamiyyətliliyi saxlamaq. Və Shri Krishna isə öz nəsiyyətində Arjunaya nəyi deyir? Daim yoga praktikası ilə möhkəmləndirilən və beləliklə ağlın, həyatın və hisslərin fəaliyyətini nəzarət altında saxlayan sarsılmaz qətiyyət xeyirxahlıq qonasındadır. Krishna nə deyir? Daim yoga praktikası ilə möhkəmləndirilmək nə deməkdir? Yoga praktikası ümumiyyətlə sözü o deməkdir ki, həmişə məqsədi diqqət mərkəzində saxlamaq, yəni həmişə ağlı məqsəddə cəmləşdirmək. Yogan nədir? Yogan məqsədi insanın, yogan işi insanı diqqətini konkret bir məqsədin üzərində cəmləşdirmək. Yoga praktikası bundan ötürüdür. Məsələn, Krishna Bhagavad Gita'da iki yerdə xüsusi vurğulayır, iki dənə beyt var. Manmano bhava mad bhaktimam yajimam namaskuru. İki yerdədir bu. İki dəfə bunu təkrar deyir Krishna. Deyir ki, Krishna deyir, daim məni düşün. Daim məni düşün. Bütün dini prinsiplər ondan ötürüdür ki, qaydalar onun üçündür ki, daim məni düşünəsiniz, qadağalar da ondan ötürü ki, heç və unutmayasınız. Deməli, yoga praktikası nədir? Diqqəti Krishnada cəmləmək. Daim Krishnada düşünmək. Bu nə deməkdir? Məqsəd diqqət mərkəzində olmalıdır. Yoga, deməli, daim yoga praktikası ilə möhkəmləndirilən qətiyyət. Daim yoga praktikasını möhkəmləndirmək, yəni ki, gün ərzində insan elə fəaliyyət həyata keçirdir ki, elə işlərlə məşğul olmalıdır ki, o həmişə daim Krishnanı düşünsün. Bizim Bhakti yoganın halında ki, biz daim Krishnanı düşünə bilək. Və daim Krishnanı düşünməyə imkan verən praktikaya Krishna burada deyir, yoga praktikası və daim bu cür praktika ilə möhkəmləndirilən məhz ağlın, həyatın və hisslərin fəaliyyətini nəzarət altında saxlayan sarsılmaz qətiyyət xeyirxahlıq qonasıdır. Yəni, məhz belə qətiyyət ağlı, həyat enerjisini və hisslərin fəaliyyətini nəzarət altında saxlamaq iqtidarındadır. Və bu cür qətiyyət xeyirxahlıq qonasındadır. Yoga praktikası ilə bildiniz nətər? Bunu vurğulamaq lazımdır. Krishna burada deyir yoga praktikası ilə. Yoganın da məqsədi bizim yoganın da əsas nəyi? Bu diqqəti həmişə cəmləşdirmək, diqqəti cəmləşdirmək məqsədin üstündə.
Və bu tələb olunan vacib məsələlərdən biridir. Diqqəti daim məqsəddə cəmləşdirən. Məqsəd diqqət belə deyək də, diqqət həmişə üzr istəyirəm. Məqsəd həmişə diqqət mərkəzində olmalıdır. Məqsəd həmişə diqqət mərkəzində olanda bunda konkret işlərlə, konkret fəaliyyətlə eləyəndə ki, məqsəd diqqət mərkəzində olsun, onda insanda qətiyyət güclü olur, ağlına, həyat enerjisinə və hisslərinin fəaliyyətinə nəzarət insanda eləmək nəyi? İqtidarı güclü olur. Ki, həm də istənilən prosesdə yol üstü cürbəcür şeylər baş verə bilər. Diqqəti yayındıran məsələlər baş verir hökmən. Çünki illüzor enerji yatmayıb, illüzor enerji həmişə oyaqdır. Bizdə deyilir, şeytan həmişə oyaqdır. Şeytan həmişə azdırır insan işindən. Məsələ qətiyyətimizi yoxlamaq üçün də nə dərəcə biz qətiyyətliyik. Ona görə də yol üstü çox şeylər baş verə bilir, maniyələr ola bilir, sonra problemlər ola bilir, sonra cürbəcür necə deyəksə çətinliklər ola bilir, sonra cürbəcür nələr, nə deyirlər, alternativ məqsədlər ortalığa çıxa bilir, bildiniz? Onlara diqqəti yayındırmadan məqsədi diqqət mərkəzində saxlamaq üçün yoga praktikası tələb olunur. Yoga praktikasının elə məqsədi odur. Və yoga praktikası ilə da Krishna deyir ki, məhz yoga praktikası ilə möhkəmləndirilən bu cür qətiyyət, ağlı, həyat enerjisini, hisslərin fəaliyyətini nəzarət eləmək iqtidarına malik olur. Məsəl üçün, mən bu saat dediyim kimi, məsəl üçün, Krishna deyir ki, bütün Bhakti yoga prosesini, əslində Bhakti yogadan başqa yoga yoxdur. Bir dənə yoga var, o da Bhakti yogadır. Yerdə qalan yogaların hamısı həmən bu Bhakti yoganın bu və ya digər fəsilləridir. Necə ki, Bhagavad Gita bir dənə kitabda 18 fəsli var. Eləcə də bir dənə Bhakti yoga kursu var, yerdə qalan yogaların hamısı onun fəsilləridir. Ne üçün? Soruşun ne üçün? Ona görə ki, Bhakti yoga bu insanın bu dünyada mövcud olmağının ən ali səbəbindən bəhs edir. Ən ali səbəb nədir? Bizim Tanrı ilə münasibətlərimizdə xələl gəlib. Münasibətlərimiz pozulubdur. Vəssalam. O münasibətlərin də ən piki sevgidir. Sevgi münasibətləridir. Məhz canlı varlıqla Allah Ali şəxs arasında sevgi münasibətlərini bərpa eləyən yoga, Bhakti yoga adlanır. Yerdə qalanların hamısını diqqət eləsəz, görəsiniz ki, bunların hamısı həmən bu məqsədə doğru yolda müəyyən etaplardır. Bildinizmi? Yəni, Bhakti yoga deyəndə mən hansısa bir dənə kitabı, hansısa bir dənə dini cəmiyyəti, hər hansı bir dənə qrup insanı şeyləmirəm, ayırmıram. Bildiniz nətəri? Bhakti yoga deyəndə mən bütün cəmiyyətlərin, dini icmaların, fəlsəfələrin və s. qrupların, onların hamısının mahiyyətini təşkil edən, mahiyyətinin fundamentini, canını təşkil edən məsələni vurğulayıram. Bütün hamısında Bhakti yoga elementləri mövcuddur. Bütün sistemin hamısında. Bütün yoga sistemlərində, bütün dini sistemlərdə, bütün müqəddəs yolların hamısında Bhakti yoganın elementləri mövcuddur. Onlar orada o həmin prosesin məğzi kimi, canı kimi, sut rusca deyilir, sut, məğzi, mahiyyəti canı kimi mövcuddur orada. Qayəsi kimi mövcuddur, cövhəri kimi mövcuddur, baha belə deyək. Bax, buna görə deyirəm ki, Bhakti yoga bütün yoga sistemlərinin nəyidir? Məcmuəsidir. Ona görə Bhakti yoga sistemində Krishna deyir ki, daim mən düşünən, bütün qaydalar ondan ötürü ki, daim mən düşünəsiniz.
Bütün qadağalar ondan ötürü ki, heç vaxt bunu unutmayasınız. Deməli, bütün proses iki dənə şey üçün qurulubdur. Daim Krishnanı düşünmək, heç vaxt unutmaq. Yəni, məqsəd Krishnadır, vəssalam. Məqsəd Krishnadır. İndi Bhakti Yogada konkret isə olaraq məqsəd sadəcə olaraq Krishna deyil, məqsəd Krishna olan sevgidir. Ona görə Krishna da sevginin mənbəyi olduğuna görə məqsəd Krishna olanda təqdiricən insanda Bhakti Yoganın prinsipləri ilə qurulub ki, orada təmənnasızlıq elementi var, təmənnasızlıq deyilən bir şey var. Təmənnasızlıq, sədaqətli xidmət. Bu avtomatik sevgi deməkdir Krishna. Ona görə də Krishnanın diqqət mərkəzində saxlamağa qadir olan ki, biz gün ərzində 24 saat sutkanı Krishnanı daim düşünə bilək. Bu indiki zamanda qeyri-mümkün olan şeydir. Düzdür? Deməli, yoga praktikası ondan ötürüdür ki, biz daim ağlımızı, həyat enerjimizi və hisslərimizi nəzarət altında saxlaya bilək. Yəni nə? Yəni, məqsədimizdən yayınmağa imkan verməyək. Krishna bunu burada deyir. Məqsədimizdən yayınmağa imkan vermək. Bu cür qətiyyət xeyirxahlıq qonasındadır. İndi bizim də məqsədimiz Krishna özüdür. Daim Krishnanı düşünməkdir. İndiki zamanında bu çox çətin məsələdir. Hamımız bilirik, hamı öz praktikasından bilir ki, bu asan məsələ deyil. İndiki zamanında xüsusilə bu dəmir dövründə, bu tənəzzülün çox böyük sürətlə inkişaf elədiyi bir dövrdə bu çox çətin məsələdir. Daim Krishnanı düşünmək. İndi sual oluna bilər ki, ne üçün Krishnanı düşünmək bu qədər ciddi məsələdir? Ne üçün? Ona görə ki, biz demişik. Krishna Bhagavad Gita'da 6-cı fəsildə deyir ki, insan ölüm anında nə düşünərsə, ağlında nə olacaqsa, bədəni tərk edilən sonra gedəcək. Düzdür? Deməli, həyat ölümü hazırlaşmaq üçün verilib də insana. Biz özümüzün cahilliyimizin rübatından fikirləşik ki, nəsə başqa bir şey üçün də yönəldirik onu nəsə başqa bir şey üçün. Bu dünyada xariqələr yaratmaq üçün, əslin nəcabətin üçün, imperiya qurmaq üçün, nə bilim, şəhər salmaq üçün, nə üçün da cürbəcür şeylər, Marsa uçmaq üçün. Biz özümüzdən düzüb qoşuruq. Amma əslində həyat dərrakəli, gərəyincə dərrakəsi inkişaf elətdirən insan Bhagavad Gita'nın köməyi ilə başa düşə bilir ki, həyat onun ötürü ki, insan ölümü hazırlasın. Çünki ölüm o Həzrət Əli əleyhissalam bir sözü vardı. Deyirdi ki, ölümlə nəyi? Allahı heç vaxt unutmaq olmaz. Görürsünüz nətər? Eyni fikirdir, başa verirsiniz. Daim Krishnanı düşün. Bu Həzrət Əli əleyhissalam deyir ki, ölümlə Allahı heç vaxt unutma. Sənə pislik eləyib, sənə kimə yaxşılıq eləmisənsə unut, amma ölümlə Allahı unutma. Eyni fikirdir, görürsünüz. Krishna deyir ki, daim məni düşün. Yəni, unutma məni. Eyni zamanda da ölümü yaddan çıxartmaq için. Niyə? Görə çünki ölüm reallıqdır da, yeganə reallıqdır. Yerdə qalanı illüziyadır, yuxudur, baş tutmaya da bilər, amma ölüm hökmən baş tutur. Deməli, ölüm vacibliyi ondadır ki, ölüm momenti məsələ həll olunacaqdır. 4 fundamental problem həll olacaq. Doğuluş, xəstəlik, qocalıq, ölüm ki, mən yenə də qocalıb ölmək istəyirəm, xəstələnib qocalıb ölmək istəyirəm ya yox. Mən yenə də burada yenə də ölmək istəyirəm, yoxsa əbədiyyətimi qovuşmaq istəyirəm. Yəni mən yenə də təzədəndən maddi dünyada təzahürləmək istəyirəm, yoxsa mən qayıdıb çıxıb getmək istəyirəm əbədi, transendental, konstitusional mövqimi bərpa eləmək üçün qayıdıb getmək istəyirəm. Ölüm momentində bu həll olacaqdır. Ölüm momenti buna, ya sən ölümə elə gələsən ki, sən bir dəfə qutarasan burayla, ya da ki, ölümə elə gələsən ki, sənə təzədəndən bir doğuluş verəcəklər, təzədəndən bir doğuluş verəcəklər, təzədəndən bir doğuluş verəcəklər, bildinizlər. O Quran ayəsidir, var, görürsünüz, yerinə düşür. Ölürsüz dirildirik, ölürsüz dirildirik, ta Rəbbizə çatana qədər. Rəbbə çatmaq nə? Geri qayıtmaqdır. Konstitusional mövqeyi bərqərar eləmək deməkdir. Bildiniz, əbədiyyətə qovuşmaqdır. Nə cənnət, nə cəhənnəm, nə də bu dünya. Heç birində. Qayıdıb getmək, əbədi həyatı bərpa eləmək. Bu deməkdir, Rəbbə çatmaq. Ona görə də bunun üçün tələb olunadır, Krishna, daim Krishnanı düşünmək. Deməli, düşüncə vacibliyi nədədir? Biz dedik. Krishna deyir ki, ağıl ölüm momentində nə düşünsə, orada gedəcək ölüm anında. Mən də ölümün vacibliyini dedim. Düzdürmü? İndi, nə üçün düşüncə ağılda
nə olarsa insan ora gedəcəkdir. Nə üçün? Bu düşüncənin vacibliyi nədədir? Biz bunun bir neçə dəfə təkrar eləmişik mühazirələrimizdə. Demişik ki, düşüncəmiz taleyimizi müəyyənləşdirən faktordur və yoqanın şüarlarından ən əsaslarından biri də budur ki, nə cür düşünürsən, o cürdə yaşayırsan. Və yaxud nə cür düşünürsən, o cürdə yaşayacaqsan. Gələcəyi də bu cürdür. Bildinizlər? Ne üçün? Biz bunu demişik. Düşüncəmizi əkərik, əməlimizi biçərik, əməlimizi əkərik, vərdişimizi biçərik, vərdişimizi əkəcəyik, xasiyyətimizi biçəcəyik, xasiyyətimizi əkəcəyik, taleyimizi biçəcəyik. Düzdür? Yəni, taleyimiz ortadakiləri götürəndə alınır, nə cür düşünürsən, o cürdə yaşayırsan, o cürdə taleyin olacaq. Taleyimiz düşüncəmizdən asılıdır. Buna görə Krishna deyir ki, daim məni düşün. Buna görə deyir ki, bütün qaydalar daim məni düşünmək üçündür. Qadağalar isə heç vaxt unutmamaq üçündür. Bildi, bax, bu, həmən xeyirxahlıq qonusunda qətiyyəti təmin eləmək üçündür. Nələr qadağalar? Burada görürsünüz, Krishna deyir ki, daim yoga praktikasında möhkəmləndirilən və beləliklə ağlı, həyat enerjisini, hisslərin fəaliyyətini nəzarətdə saxlayan qadağalar məsələsi var ya, bax, burada görürsünüz, həmən qadağalar. Ki, heç vaxt unutmayasan. Daim sarsılmaz qətiyyətlə, sarsılmaz nə deməkdir? Sarsılmaz o deməkdir ki, bunu bu yolda qarşısına çıxan çətinliklər, problemlər, maniyələr, bu və digər. Bunlar heç biri insanı yolundan azdırmır. Ona görə Şrila Prabhupada özünün izahında avya-biçarinya sözünün vacibliyini vurğuluyor. Bu da nə? Fasiləsizlik. Fasiləsizlik. Bunu bir də Krishna harada deyibdir? Krishna bunu Şrimad Bhagavatamın 1-ci nəğməsində bir beyt var ki, mən onu çox necə deyirlər, praktiki hesab edib onu daim təkrar edirəm. Savai Pumsa Parodharmam Yato Bhakti Ratokşaci Ahaytu Kapratiyədə Yayatma Suprasidati. Krishna deyir ki, o dini fəaliyyət mən insan üçün ən ali hesab edirəm, Krishna deyir. O dini fəaliyyəti mən insan üçün ən ali hesab edirəm. Hansının vasitəsilə insan Allah ali şəxsi sədaqətlə xidmətə gəlib çıxsın. Sonunda. Allah ali şəxsi mütləq edir. Şəxsiyyət tansın, gəlsin, çıxsın ona. Və ruhi can tamamilə məmnun, yəni tamamilə xoşbəxt olsun deyə bu cür fəaliyyət necə olmalıdır? Təmənnasız və fasiləsiz həyata keçirməlidir. Fasiləsizlik görsün. Savai Pumsa Parodharmam Savai Pumsa Parodharmam Yato Bhakti Ratokşaci Ahaytu Kapratiyədə Yayatma Suprasidati. Yəni bu cür fəaliyyət fasiləsiz, təmənnasız və fasiləsiz olmalıdır. Görürsünüz, fasiləsizlik sözü orada da var. Fasiləsizlik məsələsi orada da var. Ki, fasiləsizlik bu sədaqəti təmin edir. Sədaqəti, Krishna deyir ki, mənə məhəbbət və sədaqətlə bu və digər xidməti təqdim edən, təklif edəndə mən onu qəbul edirəm. Məhəbbət və sədaqət. Məhəbbət, sədaqət nədir? Məhəbbət, sədaqət təmənnasızlıq və fasiləsizlik deməkdir. Təmənnasızlıq məhəbbət deməkdir, fasiləsizlik də sədaqət deməkdir. Ona görə burada avya-biçarinya sözü fasiləsizliyi təmin eləmək. Nə fasiləsizliyi təmin eləməyə deyirlər sarsılmaz qətiyyət. Fasiləsizliyi təmin edir. Fasiləsizliyi təmin eləmək üçün də qətiyyət tələb olunur. Düzdür? Bu cür fasiləsizliyi təmin edən qətiyyət xeyirxahlıq qonusundadır. Krishna deyir ki, bunu yoga praktikasının köməyi möhkəmləndirmək olur. Yoga praktikası. Deməli, yoga praktikasından ötürü nə üçün təyin olunub? Yoga praktikası təyin olunub ki, biz elə bir qətiyyət əldə eləyək ki, o bizim, onun köməyi ilə biz daim ağıl, həyat enerjisini və hisslərimizi nəzarət altında saxlaya bildik və diqqətimizi həmişə məqsədin üstündə yönəldirik. Məqsədin üstünə. Bu da Krishnanın həmən o sözünü təmin edir. Nə? Daim məni düşün. Daim mənim üçün heç vaxt məni unutmam. Və bizim üçün bax bu saat bax bu deməkdir. Hal-hazırda Krishna şuuru hərəkatının, təbliğatının canında bax bu durubdur. Düzdür? Krishna bax buna işarə edir burada. Qətiyyət, xeyirxahlıq qonusunda olan qətiyyət bax budur.
ki biz nə edirik? Praktikan köməyi ilə. Bu indiki dövrdə də mən dedim ki, müasir dövrdə çox çətin məsələdir. Diqqəti saxlamaq, Tanrı Allah, daim Allahı düşünmək. Çox çətin məsələdir. Qeyri-mümkündür. Daim Allahı düşünmək qeyri-mümkündür indiki zamanda. Bunun üçün də ən praktiki üsul olaraq Şri Chaitanya Mahaprabhu bizə nə təklif elədi? Asan yol. Ən asan yol hansının köməyi ilə biz daim Krishnanı düşünə bilərik. Necə? Harir nama, harir nama, harir nama eva kevalam, kalau nastiva, 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 qatiranatha. Tanrının müqəddəs adlarını tərənnüm eləmək. Chaitanya Mahaprabhu deyir ki, ən praktiki üsul ki, bax buradakı həmən bu xeyirxahlıq qundasında olan sarsılmaz qətiyyəti təmin eləyəsən. Yəni ki, hisslərivi, həyat enerjivi, ağlıvi, nə qədər mümkündür, maksimum, nə qədər mümkündür, maksimum Krishnanın üzərində saxlayasan, Krishnanı düşünməyin üzərində. Ki, daim Krishnanı düşünə biləsən də. İndiki zamanda ən praktik üsul bu, daim Krishnanın adlarını tərənnüm eləməkdir. Pastayan da, fasiləsiz olaraq Krishnanın adları, nə qədər çox Krishnanın adlarını tərənnüm eləyəcək, nə qədər çox oxuyacaq, Hare Krishna, Hare Krishna, Krishna Krishna, Hare Hare, Hare Rama, Hare Rama, Rama Rama, Hare Hare. O qədər çox bizim istənilən halda nədir? Diqqətimiz Krishnaya cəmr olunur. Çünki Krishnanın adı ilə özünün arasında fərq yoxdur axı. Krishnanın adlarını tərənnüm eləməklə bu da yoga praktikasının elə əsasıdır, canıdır. Bhakti yoga praktikasının canı, ən əsas sədaqətli xidmət Krishnanın adlarını tərənnüm eləmək və onun üzərində diqqəti saxlamaqdır. Bütün diqqəti ona cəlb eləmək. Yəni, bütün gün ərzində işləri elə qurmaq ki, insan işlərini elə qurmalıdır ki, Hare Krishna Maha mantrasını tərənnüm eləmək, bütün görülən işlərin hamısının nə olmalıdır? Piki olmalıdır. Yəni, bütün hər şeyi eləyirəm ona görə ki, mənim gərəyincə vaxtım olsun həsr eləməyə, Hare Krishna Maha mantrasını tərənnüm eləməyə və bir də sutkanın ən yaxşı vaxtını, düzdür, həsr eləmək. Və bir də onun üçün konkret vaxt ayırmaq, belə yox, belə iş arası yox, konkret vaxt ayırmaq, bu vaxtı mən onu oxuyacam. Sutkanın ən yaxşı vaxtı hansıdır? Səhər tezdən, səhər saatlarında. Səhər saatlarında Hare Krishna Maha mantrasının tərənnümü gün ərzində insanı, bax, Krishnanın bu dediyi qətiyyətdə, sarsılmaz qətiyyətdə saxlayır, xeyirxahlıq qonasında. Yəni, insana imkan verir ki, ağlı, həyat enerjisi və hissləri yayınmasın Krishnadan. Krishnanın diqqəti Krishnadan yayınmasın, Krishnanı düşünməkdən yayınmasın. Bax, bu səhər-səhər bunu eləyəndə, xeyirxahlıq qonasında. Biz qətiyyəti xeyirxahlıq qonasında istəyiriksə, onda bu praktikanı xeyirxahlıq qunasında həyata keçirməyə çalışmalıyıq, maksimum. Xeyirxahlıq qunasının ancıdır, səhər saat 10-a qədər olan vaxt. Səhər saat 4-dən daha 10-a qədər olan vaxtı xeyirxahlıq qunası. Bu aradakı vaxtı maksimum nə eləmək, maksimum həsr eləmək, Hare Krishna Maha mantrasını tərənnüm elə. Onda yerdə qalan vaxtın hamısı İstər-istəməz bizə bax, bu xeyirxahlıq qundasından qətiyyəti təmin edəcəkdir. Diqqəti məqsəddə saxlamaq nə deməkdir? Diqqəti məqsəddə saxlamaq daim Krishnanı düşünməkdir, düzdür. Yaxud diqqəti məqsəddə saxlamaq, vaxtda məqsədi diqqət mərkəzində saxlamaq. İkisi də söz, ikisi də işləyir, ikisi də uyğun gəlir də fikrə. Həm diqqəti məqsəddə saxlamaq, həm də məqsədi diqqət mərkəzində saxlamaq. Bunların hər ikisi nədir? Neyini təmin edir bizə? Bizə təmin edir ölüm anında uğuru, müvəffəqiyyəti. Ölüm anındakı müvəffəqiyyəti təmin edir ki, ölüm anında biz müvəffəqiyyət əldə edəcəyik. Və İslam ənənəsində deyir ki, kəlmə-i şəhadəti əzbər. Gecə saat 12-də diş qaldırsılar, cəhdləyəsən. Kəlmə-i şəhadəti bilirsiniz, nə üçün? Kəlmə-i şəhadətdə Allahın adı var, Məhəmməd Peyğəmbərin adı var, düzdür? Ona görədir. Ona görə yox ki, sən dini mənsubiyyəti deyəsən, sübut edəsən. Bəziləri belə fikirləşir ki, mən müsəlmanım. Yox, ona görə ki, sən gün ərzində
ölüm insanla istənilən bir momentdə baş verə bilərsə, heç kim bilmir ki, onun ölümü haçan və nə şəraitdə baş verəcək, düzdür? Ki, sən ölüm anında Allahı və onun və yaxud da ki, Peyğəmbəri Allahı düşünürsənsə, ikisi də eynidir. Yəni, müqəddəs şəxsiyyəti də düşünsən, yenə Allahı düşünmək kimi bir şeydir. Tək Krişnanın fədaisini fikirləşsən, yenə Prabhupadanı düşünərsənsə, ölüm anında eyni bərabərdir ki, sən Krişnanı düşündün. Məhəmməd Peyğəmbər sallallahu düşündürsə ölüm anda o demək ki, eyni bərabərdir ki, sən Allahı düşündün. Yəni bu belədir. Belə yox ki, söhbət elə ancaq konkret. Allahla əlaqədar olan hər bir şeyi düşündürsə, Quran ayəsi gəldisə ağlıva, ölüm anında sən Allahı düşündün. Ona görə də ölüyün başının üstündə həmən dəqiqə çağırırlar, molla gəlir, başlayır Quran oxumağa. Yəni eləcə də Hare Krishna Mahamantrasını sən ölüm anında tərənnüm eləyə bilirsənsə və yaxud da ki, daim Hare Krishna Mahamantrasını oxuyursansa, Krishna deyir ki, sən ölüm anına qədər fasiləsiz bunu oxu, ölüm anı mən özüm sənin əvəzindən həll eləyəcəm. Yəni sən, bax bu fasiləsizliyi saxla. Nədir? Hare Krishna Mahamantrasını mütəmadi olaraq, regularla, mütəmadi olaraq tərənnüm eləməyi üstündə sədaqəti və məhəbbətli saxla. Sadiqliyi. Yerdə qalan ölüm anında mən həll eləyəcəm sənin əvəzindən. Bildiniz? Və bu deməkdir, xeyirxahlıq qunasında qətiyyətli olmaq. Məqsəd diqqət mərkəzində olanda nə baş verir? Məqsəd diqqət mərkəzində olanda insan nədir? İnsan yol üstü baş verən maniyələr, çətinliklər, problemlərin hansına rahatlıqla sinə gələ bilir. Maniyələr, çətinliklər, problemlər, təhqirlər, alçaltmalar insanın başına çox şey gələ bilir, hə? Ruhi yolda xüsusilə də. Sonra cürbəcür, nə bilim, cürbəcür şeylər çıxır da insan qabağına. Onların hamısını dəf eləməkdə məqsədin diqqət mərkəzində olmağı çox böyük insanlar şərait yaradır. Və bir də yol üstü, yəni bu yolda ki, sən gedirsin, məqsəd və doğru. Əgər məqsədin diqqət mərkəzindədirsə, onda belə insanın diqqəti alternativ məqsədlərə yönəlmir. Çünki yol üstü şeytan aldadır adamı, deyir o, mayə, illüzor enerji. Bəlkə burada bir baxasan, bəlkə bunda bir eləyəsən. Belə cürbəcür əlavə məqsədlər insana təklif eləyir. Şirnikləndirici, belə söz var, şirnikləndirici məqsədlər. İnsanlar baxırsınız, görsən cürbəcür şeylərə meyl edirlər. O insan ki, hələ məqsəd tuta bilməyibdir, Bhagavad Gita'nın təbliğatını, Krishna şuur hərəkatını insana vermək istəyir. O insan hələ ki, tuta bilmir. Görsən, yol üstü diqqəti yayınır cürbəcür. Başqa ibadətlərə, nə bilim, başqa məqsədlərə fikir vermişsiniz, başqa praktikalara, başqa yogalara, başqa cəmiyyətlərə, cürbəcür şeylərə diqqəti yayınır. Bir də olsa ki, yayınıb gedibdir nəsə başqa bir şeylə də məşğuldur. Bu deməkdir ki, onun məqsədini diqqət mərkəzində saxlaya bilmir. Məqsədi diqqət mərkəzində saxlaya bilməyəndə insanın diqqətini başqa məqsədlər də cəlb eləyir. Bildiyiniz nə tərim? Buna xüsusi ki, məsəl üçün, poyez qatar gedir, məsəl üçün, Bakıdan Moskvaya, məsəl üçün deyirəm. Sən də oturursan ki, Moskvaya gedəcəm. Oturursan qatara, qatar da gedəndə müxtəlif stansiyalarda, müxtəlif dayanacaqlarda saxlaya gedir. Elə birdən getmir ki, yolda müxtəlif dayanacaqlarda saxlaya bilir, bildiniz. Və sən yadından çıxartsan ki, sən bu qatara minmisən, bu qatarın adı Bakı-Moskvadır, sən Moskvada düşməlisən. Onda bir dənə hansısa bir dənə stansiyanın birində, dayanacağın birində, nəsə bir dənə diqqətini cəlb edən bir şey çıxacaq, orada xoşuma gələn bir şey çıxacaq, qadınsa bir kişi çıxacaq, kişisə bir qadın çıxacaq, yaxud hər hansı bir dənə nəsə bir gözəl bir mənzərə çıxacaq, nəsə. İsən rast həmən dəqiqə qatardan düşəsən, gedirsən ora. Ki, sən yadından çıxartdın ki, sən deyir ki, sən Moskvaya gedirsən, bu qatar Bakı-Moskvadır. Bu dayanacaqlar hamısı ondan ötürüdür ki, səni şirnikləndirsin. Bəlkə burada düşəsən, bildiniz nətərim? Və yaxud da ki, pul toplayıram ki, məsəl üçün da, adamlar var ki, bu saat belə bir insanlar var, pul toplayıram ki, bu ilin filan vaxtında gedəcəm Məkkəyə ziyarətə. Ya, mən pul toplayıram ki, gedəcəm Krishna şuuru fədailərə gələm, Vrindavana gedəcəm.
Ya məsəl üçün mən pul toplayıram ki, gedəcəm, məsəl üçün deyim, gedəcəm Dubayda istirahət eləməyə, məsəl üçün. Sən pul toplayırsan, pul elə şeydir ki, o toplananda yığılır axı. Nəsə yığılır səndə. Uca necə deyirlər, belə gözə gəlimli bir dənə miqdar yaranıbdır, summa yaranıbdır. Amma o həmən o məqsədi vaxtı gəlib çatmayıb. Amma burada pul uca yığılıbdır. Düzdür. Həmən dəqiqə şeytan başlayır cürbəcür əlavə xərc nöqtələri göstərməyə. Ədim Məkkiyə sonra gedərsən də, ya Vrindavana sonra gedərsən də. Ədim istirahət vacibdir bu saat. Sən arvad bir dənə bahalı, kişinin arvadı ona məsələn bahalı bir dənə şey göstərə bilər ki, bax bunu gəl bunu alaq. Gəl bunu alaq. Ya gəl bir dənə maşın alasan. Məkkiyə 2 ildə gələn o birisi ilə də yığarsan, pul gedərsən. Başa düşürsən nə demək istəyirəm? Pul toplanıbsa şirnikləndirici obyektlər çıxır. Şirnikləndirici. Ki sən həmən pulu ora xərcləyəsən. İndi bu vaxt insan öz məqsədini yadında saxlaya bilirsə, o həmən o yığdığı pulu məqsəd üçün istifadə edəcəkdir. Yox, əgər insan məqsədini yadından çıxardırsa, onda o pulu xərcləyəcəkdir yol üstü yaranmış hansısa bir dənə yeni bir məqsədə. Və Krishna da deyir ki, bu cür şeyi əldə eləmək olur. Daim yoga praktikasının köməyi ilə möhkəmləndiriləndə, daim yoga. Yəni ki, məqsəddə saxlamaq üçün diqqətli ki, yığdığın pulu məhz həmən məqsədə istifadə. Onun üçün insan o məqsəddə aid olan praktika ilə məşğul olanda fasiləsiz olaraq. Onda o yığdığı pulu yəni ki, daim elə şeylərlə məşğuldur, daim Vrindavanı fikirləşir, ya daim Məkkəni fikirləşir. Daim diqqəti oradadır da, başa düşürsən, daim Dubayda alacağı həzləri fikirləşir. Başa düşürsən nətər? Onda o pulu təzə yaranmış məqsədə verməyəcəkdir. Bildiniz? Saxlayacaq axıra qədər. Buna Krishna deyir ki, xeyirxahlıq qulunasında olan sarsılmaz qətiyyət bax budur, xeyirxahlıq qulunasında. Dini praktikanın, yoga praktikasının köməyi ilə diqqətini məqsədi və də diqqəti mərkəzində saxlayırsan. Mən görmüşəm ki, məqsədi unudan adamlar cürbəcür problemlərlə rastlaşırlar praktikada. Praktikada, yoga praktikasında, dini praktikada cürbəcür problemlər çıxır adamın qabağına. Hökmən çıxmalıdır, hökmən çıxmalıdır. İllüzor enerji maya öz şeylərini atır ortalığa, öz cürbəcür, rəngarəng təkliflərini, bildiniz nətər? O qədər insanlar çoxlu problemlərlə rastlaşırlar, münasibətlərdə problemlər və bütün o problemlərin hamısını diqqətlə eləyəndə fikir versən, görürsən ki, bu problemin mahiyyətində duran odur ki, bu insanın yadından çıxıbdır ki, bu praktika ilə nə üçün məşğuldur? Bildiniz nətər? Unudubdur. Ki, Hare Krishna oxuyur. Hare Krishna, Hare Krishna, Krishna Krishna, Hare Hare. Hare Ram, Hare Ram, Ram Ram, Hare. Bir moment bu adamın yadından çıxır. Bu ne üçün Hare Krishna oxuyur? Ne üçün bu hərəkata qoşulub, bu mənbədə ne üçün gəlir? Yadından, məqsədi yadından çıxıbdır. Onda cürbəcür şeylər çıxır, maniyələr, cürbəcür problemlər çıxır və bunun diqqətini yayındırır. Ona başlayır, xüsusi diqqət ayırır. Cürbəcür xoşa gəlməz hallara düşür, cürbəcür problemlər həlli ilə məşğul olur, münasibət razborkalar deyilir, rus dilində, münasibət razborkalarına düşür, nəysə də, hamısı da nə ilə əlaqədar? Baxsan ki, bu məqsədi yadından çıxdı. Nə məqsədlə gəlib bura? Gedəli olsun, namaz qılır insana, dini praktika ilə məşğuldur, amma yadından çıxıb ki, bu ne üçün eləyir bunu? Məqsəd nədir? Sənin məqsədin nədir? Bax, ona görə məqsəd diqqət mərkəzindən yayınmamalıdır. Diqqət həmişə məqsədin üstə olmalıdır. Bunu təmin eləyən, Krishna burada deyir ki, yoga praktikasıdır, bunu təmin eləyir. Deməli, bizim gündəlik praktikamızın məqsədi nədir? Gündəlik hər şey eləyirsən. Gündəlik 4 prinsip əməl eləyirsən, gündəlik 16 kuru Hare Krishna Mahamantrasını tərənnüm eləyirsən, gündəlik bilik, fəlsəfən, kitabı hökmən oxuyursan, müqəddəs kitabı oxuyursan, gündəlik təmin edirsən özü, ünsiyyətvi, özün kimi insanlarla ünsiyyətvi təmin edirsən, eyni yolda olan insanlarla. Bu kömək edir ki, sən ağlığı, həyat enerji və hisslərinin fəaliyyətini gün ərzində imkan verməyəsən ki, məqsədindən yayınsın. Bax, bunun üçündür. Krishna dedi ki, bunu daim yoga praktikası ilə möhkəmlən, daim yoga. Yoga indiki dövrdə yoga praktikası
Hare Krishna Mahamantrasının tərənnümüdür. Hare Krishna, Hare Krishna, Krishna Krishna, Hare Hare, Hare Ram, Ram Ram, Hare. Bu ideal, ən ideal praktika bu saat budur. Bunu tərənnüm edirsənsə, daim gün ərzində sənin diqqətin istədin, istəmədin həmişə olacaq məqsəd üstündə, məqsədin də həmişə diqqət mərkəzində. Məqsədin diqqət mərkəzində olmağın məsələsi bax budur ki, biz daim Krishnanı düşünməyimizi təmin edirik. Və məqsədin diqqət mərkəzində olmağından bir dənə də vacib bir dənə faktor var. Həmin insanın buna bir dənə nümunə gətirmişdim sizə. O belə idman növü var, görmüsünüz. Motorlu qayıq suda gedir, motorlu qayıq. Onun arxasına ip bağlayıbdı, ipi də verilə bir nəfərin əlinə, o da ayağın altına nəsə qoyur belə, ayağın altında nəsə olur, hansısa bir dənə taxta, daska, taxta bir şey olur. Taxtadandır, yəni plasmasdandır. O elə bir ki, o ipdən tutur, o qayıq sürətlə gedəndə bunun suyun üstü ilə getməyini təmin edir. Bu adam suyun üstü ilə, həmən ayağın altındakı şeylə suyun üstü ilə gedir. Bildiniz ətər, qayığın sürətlə getməyi bunu təmin edir ki, bu suyun üstü ilə getsin. Bu qayıq sağa sola gedə bilər. İnsan o suyun üstünə gedən insan sağa gedə bilər, sola gedə bilər, nə bilim, belə çalxalana bilər. Amma fakat bunun tutduğu ip qayığa bağlıdır. Düzdür? Bu sağa sola getsə də o qayığın dalı ilə getməkdə davam edir. Sağa da yayınır, sola da yayınır, amma əlindən tutduğu ip hansı ki, ipdən tutubdur, o bir nöqtəyə bağlanıbdır, həmən o motorlu qayığa. O onu aparır, sağa sola getsə. Buna bənzər, yəni mən insanın əgər məqsədi diqqət mərkəzindədirsə, yaxud da diqqəti də məqsədindədirsə, onda nə qədər sağa sola yayınsaq da, cürbəcür işlərə geçsək də, başa düşün nətəri, biz yolumuzda davam eləyəcəyik. Çünki əgər məqsəd diqqət mərkəzindədirsə və diqqət də məqsəddədirsə, deməli, əsas məsələ diqqəti məqsədə yönəltməkdir, həmişə çalışmaq. Buna da Krishna deyir, daim yoga praktikası ilə əldə olunur və məqsədi diqqət mərkəzində saxlamaqdır. Bu cür qətiyyətə deyilir, xeyirxahlıq qonusunda olan qətiyyət. Buna da kömək edən gündəlik praktikamızdır. Onun da içində ən güclü Hare Krishna Mahamantradır. Eyni zamanda da diqqətin məqsəddə və məqsədin diqqət mərkəzində olmağın bir vacib faktorlarından biri də nədir? Vacib faktorlarından biri bizim getdiyimiz yolun məsələn, bir dənə nümunə deyim, sizin üçün çox şey olsun belə, praktiki bir nümunə deyəcəm sizə. Elə bir ki, təsəvvürdə gətirin ki, bir dənə mağaraya girirsiniz. Dağlarda, dağa gedib gəzəndə dağları, qabağımıza bir dənə mağara çıxıbdır. Biz girik mağaraya, tunel. Düzdür? Girirsən tunelə mağaraya, gedirsən, yol üstü gedirsən və qabağa getdikcə istəyirsən qaranlıqdır da. Ola bilsin, sənin əlində işıq olmasın. Məsəl üçün də işıq götürməmsən. Yansa bir fənər götürməmsən də, girmirsən, alınıbdır ki, bu mağaraya girməlisən. Belə bir təsəvvürə gətirin də. Sən mağaraya girəndə gediriksə, bizim qarşımıza cürbəcür maniyələr çıxacaq, cürbəcür xoşa gəlməz hallara düşə bilərik, gözlənilməz varlıqlar çıxa bilər, nə bilim, nəsə də bilmirsən. Ona ki, qorxu hissi ilə gedirsən. Qorxa-qorxa ayaqların əsə-əsə gedirsən qaranlıq mağaraya. Sonra ayağı altında nəsə ola bilər, çuxurdan, daşdan nəsə ilişirsən, yıxılırsan, ağzın, burnun qanla dolur. Amma bir moment insanı götürürlər, qoyurlar mağaranın əksinə tərəf getmək. Qaranlığın bir moment dayanırsan da. Bax, bu materialist həyatdır. Məqsəd yoxdur, transendental məqsəd yoxdur. Daim insan qorxu içində yaşayır. Amma bir moment insan ruhi praktikaya gələndə, ruhi praktika yoluna gələndə, Krishna Allah aleyh şəxsin pak fədaisi ilə rastlaşanda, uğur üzünə güləndə, uğur başa düşdünüz. İnsanı götürürlər mağaranın hansısa bir momentində, götürürlər geriyə qoyurlar. Abratna Bogu, Prabhupada yazıb, Allaha getmək, geriyə getmək deməkdir. Back to God, geriyə Tanrıya doğru. Bir moment götürürlər, qoyurlar geriyə və sən
İndi həmən yolu geriyə çıxanda, burada nə baş verir? Baxın, geriyə çıxanda mağaranın içinə girməklə geriyə çıxmağın fərqi onda olur ki, geriyə çıxanda sən hökmən girişdə hardan girmişdin, oradan işıq gəlir, onu hiss edirsən. Yenə də bu geriyə gedəndə də girən vaxtı yıxıldığın yerlərdə yıxılasan. Bax, budur. Dini praktika ilə məşğul olan insanın fərdi fəaliyyətində olan məsələlər ki, biz Tanrıya üz tutub gedəndə də bizim qarşımıza maneələr çıxır, çətinliklər çıxır. Amma fərq onda olur ki, biz Tanrıya tərəf gedəndə qarşımıza çıxan maneələrdə filanlarda yıxılanda başı qaldırıb ayağa duranda işıq görsənir ki, hardan çıxasın. İşıq görsənir. O işıq ümid verir adama, işıq sənin yolu işıqlandırır ki, bax, gəl buradan çıx. Hətta biz ölüm anda ruh bədəni tərk edəndə də deyir, bədəndə 118 dənə kanal var, onlardan birindən çıxır. Və Paramatma Allah Alişəs Krishna, insan hansı kanaldan çıxacaqsa, gedib o kanalı o birisi başdan işıqlandırır. Bizim yolumuz ki, gəl buradan çıx, bax, gəl buradan çıx. Görürsün nə qədər mərhəmətlidir Allah Alişəs. Ona görə də məqsədin diqqət mərkəzində saxlamağın və diqqətin məqsəddə olmağının bir dənə də güclü faktorudur ki, məqsəd bizim yolumuzu işıqlandırır. Məqsəd ona gedən yolu işıqlandırır. Məqsəd nurdur, Allah işıqdır da. Və o hökmən bizim o yolumuzu hansına ki, ona tərəf gedir. O yolu işıqlandırır. Əgər məqsəd həmişə diqqət mərkəzindədirsə, diqqət də məqsəddədirsə, necə ki, mağaradan çıxanda sənin gözün o çıxışdadırsa, yıxılırsan, sonra başı qaldırsan, gözünü dikirsən o ışığa hardan girmişdi. Və diqqətin oradadır ki, bax, gedirəm onun üstünə. Yenə də yıxıla bilərsən, bildin nətər. Amma durursan, gözün işıqdadır. Amma girəndə o yox idi o işıq, qaranlıq idi. Qorxu hissi var idi. Beləcə də məqsədsizlik belədir. İnsan yıxılır, sonra dura bilmir. Qorxu hissi daha da arta gedir. Bilmir ki, hələ birazdan nə olacaq. Bax, indiki insanlara baxın, qorxu hissi arta gedir. Təbii fəlakətlər, su basmalar, zəlzələlər, müharibə təhlükəsi, hamı bu saat qorxu içindədir ki, görəsən birazdan nə olacaq? Hamı şeyi gözləyir, axirəti gözləyir, qiyamət gününü gözləyir. Qorxu, nə üçün? Məqsəd yoxdur ona görə. Ali məqsəd yoxdur, bildiniz? İnsanların həyatında ali məqsəd yoxdur. Məqsədsiz bir cəmiyyətdir. Ona görə də qorxu içində yaşayırlar. Bu ona oxşuyur ki, mağaraya girəndə sən bilmirsən hara gedirsən. Yıxılırsan, durursan, hər yıxılıb durduqsa da qorxu hissi səni götürür. Görəsən birazdan nə olacaq. Bildiniz? Amma geriyə gedəndə back to God xət, obratno Bogu. Qayıdırsan, üzüyü çevirsən geriyə, deyirlər, nə var ya orada? Qayıt geriyə, işığı buraxıb girmirsən qaranlığa. Yenə də yıxılasın yolda. Amma bu dəfə başı qaldırında mağaradan girdiyin o nöqtə, işığı görəsən ki, hardan girmirsən. Bildiniz nətər? Bax, məqsədin diqqət mərkəzində olmağının, diqqətin də məqsəddə olmağının vacib elementi də bir də budur ki, valla o yolu işıqlandırır. Bizim getdiyimizə yola işıq salır. Daim Krishna ona görə deyir ki, daim məni düşün, Arjuna. Daim məni düşün, mən fədaim ol, mənə səcdə elə, düzdür? Hökmən mənim yanıma gələsən onda. Manmano, bhavo, mat, vakçi, mam, yeci, mam, namaz kuru. Da, bu məqsədin diqqət mərkəzində olmağı yolu işıqlandırır. Məqsəd sənin yolu özü işıq saçır. Krishna nur daxı. Deyir ki, Krishna deyir, Prabhupada deyir, Krishna Surya Samo. Krishna günəş çıxanda qaranlıq yox olur. Yox olur. Düzdür? Hər şeyi görürük, rahat hərəkət edirsən. Amma günəş olmasa qaranlıq, zülmət, qaranlıq bilmirsən nə baş verəcək birazdan. Qorxu içində yaşasın, düzdür? İndona da Krishna Surya Samo, Krishna günəşin özüdür. Günəş Krishna'dır. O sənin həyatında vardısa, o demək ki, sənin həyatında heç vaxt təhlükə və qaranlıq, qorxu hissi olan deyil. Sən qorxmaz, təhlükəsiz hərəkət edirsən. Çünki məqsədin diqqət mərkəzində, diqqətin də məqsədindədir. O da nurdur, işıqdır Krishna. Günəş kimi parlaqdır. Deməli, məqsədin diqqət mərkəzində olmaq və diqqətin məqsəddə olmağı da təmin edir nəyi? Yolun, getdiyimiz yolu işıqlandırır. Bildiniz bu. Başqa bir vacib faktoru, diqqətin məqsəddə və məqsədin diqqət mərkəzində olmağın başqa bir faktoru vacib nədir ki, səni məqsəd insanı gərəyincə lazım olan nə ilə, biliklə təmin edir, realizasiya verir.
Yaxın oxuduğun biliyə, həyata keçirdiyin praktikaya realizasiya verir. Diqqət məqsəddə olanda, məqsəd də diqqət mərkəzində olanda insanda həyata keçirdiyi praktikanın realizasiyası baş verir. Yəni kör-körənə eləmirsən. İnsana realizasiya gəlir. Sən onu duymaq qabiliyyəti gəlir. Həmin o məqsədi və hansına can atırsan, onu elə bu başdan duymaq qabiliyyəti gəlir. Sən duyursan ki, sən bu getdiyin yolda məqsədin realdır. Bildiniz? Reallığı gəlir, o realizasiyası bu söz deməkdir. Yəni məqsədin reallığını duyursan, biri var ancaq oxuyursan və hətta ki dirəşmirsən burada bu yoga eləyirsən, ümidlə yaşayırsan. Ümid. Bir də var ki, sən onu konkret olaraq duyursan. O məqsədin diqqət mərkəzində, diqqətin məqsəddə olmağı, bax bu duymağı da verir insana. Necə? Prabhupada şagirdlərinə oturanda deyir ki, bəlkə heç Krishna yoxdur. Mən sizi aldadıram, şagirdlərinə deyir. Nədən bilirsiniz ki, mən sizi aldatmıram? Ki, doğrudan da Krishna var, doğrudan da onun məkanı var filan. Hələ bir dənə şey deyir. Hamısına Krishna, Prabhupada başını belə də narazılıqla yelləyir. Biri deyir ki, sən Allahın baş fədaysan, biri deyir ki, sən ruhani ustadsan, biri deyir ki, sən alimsən. Hamısına inanırıq da ona görə. Hamısına Prabhupada başını narazılıqla yelləyir. Bir dənəsi oradan səsini çıxardır, yavaşca deyir ki, mən Krishnanı duyuram həyatımda. Prabhupada deyir ki, bax odur, bax odur. Bax o olmalıdır ki, sən Krishnanı duyursan. Və Krishnanı duymaq üçün ki, doğrudan da Krishna sənin həyatında vardır. O duymaq, məqsədi duymaq. Can atdığı. O vaxt baş verir ki, o məqsəd həmişə diqqət mərkəzində və sən də diqqətin o məqsəddədir. Bax, duymaq onda baş verir. Başa düşdünüz? Deməli, gördünüz, nə qədər vacib faktorlar var ki, məqsədi diqqət mərkəzində saxlayasan, diqqəti də məqsəddə. Bu cür məqsədi diqqət mərkəzində saxlayan, diqqətdə məqsəddə saxlayan qətiyyətə deyirlər, xeyirxahlıq qolunasında olan qətiyyət. Shri Krishna burada deyir ki, bu daim yoga praktikası ilə möhkəmləndirilməlidir. Gündəlik. Mən də bunu bayaqdan səhərdən bax bunun üstündə durmuşdum. Bunu izah edirdim. Bunun üçün də indiki dövrdə ən rahat, ən asan həyata keçirilən yoga praktikası Tanrı müqəddəsatların daim tərənnüm eləməkdir. Yəni ki, günüvi və sutkavı elə təşkil eləməlisən, elə organizavat eləməlisən ki, Hare Krishna Mahamantrasının tərənnümü ən əsas yeri tutsun, sutkanın ən yaxşı vaxtını tutsun. Məhəmməd bin Əsədullah deyirlər, gecə sübh tezdən durarmış, həmişə namaz qılarmış. Çünki bilirdi ki, sutkanın ən ideal vaxtı gecə saat 4-7 arasıdır. Bu sutkanın ən ideal vaxtıdır. Həmən vaxtı o durub namaz qılarmış. Eləcə də bizdə görürsünüz, həmən vaxtı dururuq, nə edirik, başlayırıq duaları oxumağa, proqram keçirməyə, Hare Krishna mantrasını tərənnüm etməyə çalışmağa. Bu vaxt saat 10-a qədər davam edir. 10-a qədər zəifləyə gedir. Səhər saat 10-a qədər. Səhər saat 10-dan sonra başlayır ehtiras qunası. Saat 4-dən səhər saat 10-a qədər xeyirxahlıq qunasıdır. Ondan 11-dən sonra başlayır ehtiras qunası, daha axşam çağı saat 6-ya, 5-ə, 6-ya qədər. 6-dan sonra başlayır cəhalət qunası, tamaquna. Ona görə də xeyirxahlıq qunasında olan vaxtı həsr eləmək lazımdır Tanrının müqəddəs adlarının tərənnümünə. Onda biz Krishna burada dediyi həmən bu xeyirxahlıq qunasındakı qətiyyəti təmin edirik. Amma deyir ki, əgər insanın, Krishna burada deyir ki, əgər insanın diqqətini yönəlirsə, bax, dinin, iqtisadi inkişafın və hissə həzlərin bəhrələrindən həzz almaq yönəlirsə, bildiniz, bax, bu həmən o alternativ deyirdim sizə, şirinləşdirici məqsədlərdir. Onda belə insanın deyir, qətiyyəti Krishna deyir ki, ehtiras qonasındadır. Ehtiraslı insandır da. Ehtiras qonası nə deməkdir? Ehtiras qonası hələ insanın bu dünyada çoxlu arzuları var. Bildiyiniz nətər? İnsanın bu dünyada hələ arzuları varsa, məhz o arzular insanı diqqətini Allahdan, konkret olaraq Krishna'dan yayındırır. Biz Krishna'dan yayındırır. Çünki bizim hələ biliyimiz o qədər deyil. Bir də realizasiyamız baş vermir. Ona görə də bizim bu yolda getməyi davam eləsək də, amma Krishna'nın diqqət mərkəzində saxlaya bilmirik.
Məhz Krishna. Məhz Allahı diqqət mərkəzində saxlaya bilmirik, bildiyinə görə. Diqqətimiz yayınır gün ərzində həyata keçirdiyimiz nə? Dindarlıq, hissi həzlər, iqtisadi inkişaf, maddi hissi həzlər və bunların iqtisadi və durumumuz, onun üstünə diqqətimiz yayınır. Bu üç dənə şeyə. Bunlar hansılardır? Bunlar da dini praktikanın 4 etapının üçüdür. Adını çəkir burada Krishna. İnsanı deyir, dinin, iqtisadi inkişafın və hissi həzlərin bəhrələrinə sövq edən qətiyyət ehtiras konusundadır. Prabhupada daim dinin və iqtisadi fəaliyyətin bəhrələrinə can atan, hissi həzlərdən savayı arzusu olmayan, ağlını, həyatını və hisslərini bu şeylərə həsr etmiş insan ehtiras konusundadır. Bu saat insanlar 99,99% bu kateqoriyadayıq. Müasir dövr insanları bu kateqoriyadadır. Deməli nədir? Dinin, praktikanın 4 dənə etapı var. Bunlara deyirlər dharma, artha, kama, bir də moksha. Dharma, artha, kama, moksha. İndi oxuduğumuz fəslin adı moksha yogadır. Moksha yoga fəslini oxuyuruq, amma Krishna diyorsunuz burada deyir ki, bax bu mokshanın olmadığı moment. Moksha yoxdur. Biz fəsil oxuduğumuz fəsil moksha yogadır. Amma Krishna deyir ki, moksha diqqət mərkəzindən çıxır, ortada qalır 3 dənəsi. Nə qədər? Dharma, artha, kama. Dharma, artha, kama. Məsəl üçün, bugünkü dini sistemlərdə bu 3 dənəsi əsasdır. Məsələn, Saudi Ərəbistanına baxın, məsələn, Ərəb Əmiratlığı. Saudi Ərəblər də, görün, məsəl üçün, bugünkü gündə bəzi din xadimləri var ki, onlar deyirlər ki, tərki dünyalıq bizlik deyil. Yox, tərki dünyalıqdan danışma. Tərki dünyalıq bizdə yoxdur. Bu, deməli, moksha yoxdur da bunlardan. Moksha tərki dünyalıq deməkdir. Qurtuluş deməkdir. Bizdə ancaq 3 dənəsi var. Nədir? Dindarlıq, iqtisadi inkişaf, yaxşı qəşəng imkan yaratmışıq özümüzə, qəşəng imkanı olmalıdır. Bir də hissi həzlər. Yəni, dini praktikanın həyata keçirə hissi həzlər. Bu 3 dənəsi əsas diqqət mərkəzindədir, amma 4-cüsü yoxdur, tərki dünyalıq. Tərki dünyalıq da vacibliyi ondadır ki, tərki dünyalığın vacibliyi ondadır ki, məhz bu cür insan, tərki dünyalıq elementi, qurtuluş elementi, məhz insanları birinci üçündə dolaşmamağa imkan verən şeydir. Birinci üçündə dolaşmır. Bildiniz, nə dindarlıqda dolaşıb qalırsan, ilişib qalırsan, nə iqtisadi inkişafında, maddi imkanları, şərait özü yaratmaqda dolaşıb qalırsan, nə də hissəzlərə dolaşmırsan. Məhz buna kömək edən nədir? 4-cüsüdür. Tərki dünyalıq elementin olmağa, moksha, qurtulmuş insanlar. Bildiniz, belələri, bunun vacibliyi ondadır. Bu olmayanda, yəni tərki dünya insan yoxdursa, qurtulmuş insan yoxdursa, məsəl üçün, Bhakti yoga ənənəsində sanyasilər var, sanyasi qəbul eləmək. Sivil cəmiyyətdə ruhi praktikanın 4-cü etapı sanyasi həyatdır, tərki dünyalıq. Deyir ki, həyat 100 ildir, onun 25-25-25 4 yerə bölürsən. Birinci 25 ili təhsil almaq, 25 ili təhsil alırsan. İkinci 25 ili ailə həyatıdır, ailə qurursan, ailə saxlayırsan. 50 yaşından sonra ailə həyatından məsələ bitməlidir. Ailənin qayğısı, nə bilim, aktiv işlər, buna qoymalısan, getməlisən tərki dünyalığa. Gördünüz nədir? Ondan sonra başlayır tərki dünyalığa. Yəni, ölməmişdən hələ ölümümü bu başdan hazırlaşmaq. Çünki demişdik axı, ölüm real olan şeydir. Biz həyat ölümü hazırlaşmaq üçündür. Çünki ölüm momenti müəyyən olunacaq ki, sənin növbəti taleyin nə olsun. Bu da asılı olacaq ki, sən həyatı necə qədər sarsılmaz qətiyyətlə məşğul olmuşsan, yoga ilə. Ona görə də burada Krishna üçün adını çəkir ki, üçündə dolaşan adamlar, üçündə dolaşıbdır, 4-cüsü yoxdur onun həyatında. 4-cüsü tərki dünyalıq elementi yoxdur.
Qocalıb ölüm anına qədər ancaq dünyəvi işlərlə məşğuldur. Yəni ya dindarlıqla məşğuldur, dindarlıq eləyir, ya özünün vəziyyətini, iqtisadi vəziyyətini yaxşılaşdırmaq, özü qutarandan sonra övladlarından sonra nəvə nəticələrinin və s. Ya da hissi həzlərə aludədir və salam, hisslərinə həzz verməkdən həyatın məqsəd edib, buna özünə məqsəd edib. Belə insanlarda da qətiyyət olur. Qətiyyətlə görürsən, bu saat baxın hələ. İnsanlar görə nə qədər qətiyyətlə pul qazanmaq, özünə qəşəng şərait yaratmaq, özünün hissi həzz imkanlarını nə demək, təminatlı eləmək, davamiyyətli eləmək, bundan sonra öz övladlarına bunu yaratmaq, bundan sonra nəvələrinə. Bu insan baxın, indiki zamanda insanlar bununla çox həddindən artıq belə nədir, yükləniblər. Yəni, ancaq budur. Bildin? Bu cür şeyin içində. Onların da qətiyyəti var. Hər gün səhər dururlar, gedirlər, maşınını minir, çapır hansısa bir ofisə. Onlarda da bir qətiyyət var da ki, dayanmadan o işlə məşğuldur. Bildiniz? Krishna da deyir ki, bu cür qətiyyət hansı ki, ancaq dindarlıq eləyir insan, dindarlıqla məşğul olanlar da var. Dindarlıq eləyir, Allah düşünmək deyir məqsədi. Dindarlıq eləyir ki, təmin eləyir ki, öz dindarlığını təmin eləyir. Bu və ya digər dinin adamıdır bu. Dindar həyat sürür və salam. Daha yaxşısı fikirləşir ki, mən özümü hazırlayıram, qiyamət günü cənnətə gedəcəm. Yaxud da ki, insan özünün iqtisadi inkişafı, yəni materialini, maddi vəziyyətini daha da xarüqələrə qaldırmaq üçün qətiyyətlidir. Hər gün durur, eyni şeyləri eləyir, eyni şeyləri eləyir, eyni şeyləri. Eyni siyahı, eyni mağazin, eyni mallar, eyni aparır, eyni daşıyır, eyni işləri görürlər. Fikir vermişsiniz? Hər gün eyni gəlir, mağazin qapısını açır, eyni işləri təkrar eləyirlər. Onlarda da müəyyən bir qətiyyət var ki, eyni bir şeyi təkrar eləyir də. Mən durub səhər tezdən Hare Krishna, Hare Krishna, Krishna Krishna, Hare Hare, Hare Rama, Hare Rama, Ram Ram, Hare Hare. O birisi bir dənəsi görsən, mağazini açır, gəlir, eyni şeylər təkrar eləyir, eyni malları tökdü çölə, sonra axşam bir də yığdı içəri, səhər bir də eyni malları tökdü çölə, səhər bir də yığdı içəri. İqtisadi inkişaf maddi vəziyyətin şeyindədir. Ya da ki, hissi həzlər, insan hissi həzlərlə məşğuldur. Hisslərinə həzz verir, eyni şeyləri təkrar eləyirlər. Pulun qazandığı, ondan sonra gedir eyni yerlərə, eyni restoranlar, eyni kofelər, eyni həzlər, eyşi işrətlər, qadın, seks, nə bilim, kinoteatrlar, diskotekalar, eyni şeyi təkrar eləyir. Durur, gedir, gözəl yerləri gəzməyi öz üçün özünə qoyubdur. Bilirsiniz nətərim? Bunlarda da müəyyən bir qətiyyət var, müəyyən bir davamiyyət var, müəyyən bir təkrarlama var, düzdür. Amma bunlar, Krishna deyir, bunların hamısı ehtirasıdır. Ehtiras qunasındadır da. Yəni, ehtiras qunasında o deməkdir ki, insan aktivdir, qətiyyətlidir, düzdür. Amma tamamilə, absolutla bu adamın ağlında özünə şey yoxdur, özünə hesabat yoxdur. Özünə hesabat vermir ki, bu saat mən bu qətiyyətlə bu şeylə eləyirəm. Bunların mənim real şəxsiyyətimə, həqiqi dəyərlər sistemini əldə eləmək üçün bunların rifahıma xidmət eləyir ya eləmir. Yaxud da ki, bundan da yuxarı görək mən bu saat belə diləm, Allaha xoş gedir, getmir. Bu yoxdur bunda belə hesabat. Başa düşürsünüz. Belə insanın qətiyyətli insana deyirlər, ehtiras qunasında olan qətiyyətli insan. Bax, bu qədər. Mən burada dayandıram, Bhagavad Gita'nın dəyərli dinləyiciləri. Biz qətiyyətin xeyirxahlıq və ehtiraslı olduğunu açıqladıq ki, qətiyyət nədir? Qətiyyətli olmaq. Bu necə təmin olunur və bir də bu necə iki variantda olur. Xeyirxahlıqda, bir də ehtirasda. Hare Krishna. Kimisə sual olsa buyursun. Çalışarıq izah edək. Növbəti mətnimiz, növbəti mühazirəmiz həsr olunacaq cəhalətdə olan qətiyyət nə deməkdir? Hare Krishna.